Salam. Bugün sizinlə 19-cu əsrin 30-cu illərində çarizmə qarşı baş vermiş üsyanlar haqqında danışacağıq. Bilirik ki, 19-cu əsrin sonları Azərbaycanda xanlıqlar dövrü, 19-cu əsrin daha doğrusu əvvəllərində Azərbaycanda xanlıqlar dövrü başa çatmağa başlayır. İlk ləğv olunan xanlıq dediyimiz kimi Gəncə, Bakı xanlığıdır. Eyni zamanda Dərbənd də ilk ləğv olunan xanlıqlardan idi. Və bu xanlıqların ləğvindən sonra 1819-cu ildə Şəki, 1820-ci ildə Şamaxı, 1822-ci ildə Qarabağ, 1826-cı ildə isə Lənkəran xanlıqları ləğv olundu və idarəetmə sistemi isə komendant idarəetmə sistemi oldu. Komendantlar haqqında biz keçən dəfəki çəkilişimizdə danışmışdıq. Bir dəqiqə. Keçən dəfəki çəkilişimizdə komendantlar haqqında biz danışmışdıq. Hal-hazırda isə komendant idarə üsuluna qarşı baş vermiş dediyim kimi üsyanlardan danışacağıq. İlk üsyan Car Balakəndə olur. Ümumiyyətlə və bu 1830-cu ildə Şeyx Şaban və Həmzət bəyin başçılığı ilə olmuşdu. Car Balakən xanlıqlar ləğv olunduqdan sonra Azərbaycanda yeganə ərazi idi ki, orada daxili muxtariyyət daha uzun müddət saxlanılmışdı. Ümumiyyətlə üsyanların özünəməxsus cəhətləri və ümumi səbəbləri var. Ümumi səbəblər komendantların özbaşınalığıdır, siyasi səbəbdir bu, iqtisadi səbəb və ümumiyyətlə çar məmurlarının özbaşınalığıdır, tək komendantların yox. İqtisadi səbəb vergi və mükəlləfiyyətlərin artırılması, sosial səbəb isə insanların yerli əhaliyə qarşı olan ayrı-seçkilik, milli və dini zülm, zorla xristianlaşdırma və köçürmə siyasəti zamanı köçürdükləri əhaliyə qarşı daha yaxşı yanaşması oldu çar hökumətinin. Məsələn, ermənilərə, ruslara, almanlara yerli əhalidən daha yaxşı yanaşırdılar. Və hər bir üsyanın özünəməxsus cəhəti var idi. Məsələn, Car Balakəndə daxili muxtariyyətin ləğvi əhalinin narazılığına səbəb olur. Lənkəranda əkinə yararlı torpaqların az olması, Qubada iltizam sisteminin daha sərt olması, Şəkidə isə vergilərin daha çox olması üsyanların özünəməxsus cəhətləri idi. Dediyim kimi, Car Balakən üsyanı necə baş verdi? 1830-cu ildə Şeyx Şaban və Həmzət bəyin başçılığı ilə olmuşdu. Carlılar üzərinə ruslar böyük vergilər qoymuşdu, amma neçə vaxt idi ki, onlar bu vergini ödəmirdilər. Bu da Rusiyanın narazılığına səbəb olur və burada müvəqqəti idarə yaradaraq idarəetmə sistemini ləğv edirlər. Yəni, əvvəlki idarəetmə sistemini, daxili müstəqilliyi ləğv edirlər. Bu da narazılığa səbəb olur. Niyə? Çünki müvəqqəti idarənin tərkibini təşkil edən 9 nəfərdən 3 nəfəri rus, 6 nəfəri yerlilərdən ibarət idi. Amma yerlilərin sözü keçmirdi, daha çox rusların sözü keçirdi. Beləliklə, üsyan baş verdi və Çar hökuməti bölgəyə qoşun yeritdi və qoşun yeritilməsi nəticəsində Balakən Zaqatala yaxınlığında baş vermiş döyüşdə Carlılar qələbə qazandılar. Lakin üsyanın sonunda üsyançıların zəif olması, silahlanmanın zəif olması, Çar hökumətinin daha güclü olması üsyançıların məğlub olmağına səbəb oldu və beləliklə Dağıstandan gələn kömək də onlara yardım etmədi və beləliklə üsyançılar Alazan çayı boyundakı boş torpaqlara sürgün olundular. Başqa bir üsyan 1826-cı ildə Lənkəranda baş vermişdi. Üsyana Mir Həsən xan başçılıq etmişdi. Mir Həsən xan 1826-cı ildə Lənkəran xanlığı ləğv edildikdən sonra sürgün olunmuşdu ölkədən və İrana, Cənubi Azərbaycana pənah gətirmişdi. Əhalinin vəziyyətinin pisliyi, ali zümrənin idarəçilikdən uzaqlaşdırması, ruhanilərin də eyni zamanda vəziyyətinin get-gedə pisləşməsi və ağır vergi siyasəti, həmçinin əkinə yararlı torpaqların az olması və insanların ağır vergi siyasətindən çıxa bilməməsi üsyana səbəb oldu. Mir Həsən xan Lənkərana dəvət olundu. Lakin üsyan digər üsyan kimi yatırıldı. Səbəb də eyni səbəblər idi.
və narazı əhalinin bir qismi Arazdan cənuba köç etməyə məcbur oldular. Eyni zamanda Mirhəsən xan da yenidən Cənubi Azərbaycana qayıtdı. Başqa bir üsyan Quba üsyanıdır. 1837-38-ci illərdə olmuşdur. Qubada iltizam sistemi daha sərt keçirilirdi. Eyni zamanda vergilər də eyni digərlərində olduğu kimi çox idi. Həmçinin Varşavadakı müsəlman alayı üçün Qubalılardan atlı dəstə yığılırdı. Bu da əhalinin xüsusi narazılığına səbəb olmuşdu. Onsuz da vəziyyəti ağır olan əhalinin gənclərini də Varşavaya aparmaq istəyirdilər və beləliklə 1837-ci ildə Hacı Məhəmmədin başçılığı ilə üsyan başlayır. Üsyanın digərlərindən fərqi o idi ki, orada hərbi şura var idi. Eyni zamanda üsyançıların sayı daha çox idi və 12 min deməli nümayəndə var idi üsyançılar içərisində və onlar 4000 bölünmüşdülər. Lakin üsyan digərləri kimi uğur qazana bilmədi və Hərbi Səhra Məhkəməsi Hacı Məhəmmədi dar ağacından asmaq əmri verdi. Digər üsyançılar da Sibirə sürgün olundular. Başqa bir üsyan isə Şəki üsyanı idi. Şəkidə də bayaq dediyimiz kimi vəziyyət yaxşı deyildi. Vergilər digər ərazilərdə olduğu kimi ağır idi. Eyni zamanda Dağıstandan da kömək gəlmişdi üsyançılara və Məşədi Məhəmməd başçılıq edir və 1838-ci ildə olmuşdu üsyan. Lakin bu üsyan da qalib gələ bilmədi. Digər üsyanlar kimi o da yatırıldı və Məşədi Məhəmməd Cənubi Azərbaycana keçdi. Ümumiyyətlə 19-cu əsrin 30-cu illərində üsyanların məğlub olma səbəbləri üsyanların məhəlli xarakter daşıması, silahlarının zəif olması, qüvvələr nisbətindəki fərq və hökumətin üsyançılara qarşı daha nizamlı qoşun yeritməsi olmuşdu. Amma üsyanlar nəticəsiz qalmır. Məsələn, hər yerdə olan üsyanlarda hökumət idarəçilikdə hansısa dəyişiklik etməyə məcbur olurlar. Eyni zamanda Azərbaycanda da komendant idarə üsulunun artıq işə yaramadığını gördü Çar hökuməti və 1840-cı ildə müxtəlif sahələrdə islahatlar keçirməyə məcbur oldular. Həmin islahatlar haqqında isə indi birazdan sizə danışacağım.